Milad bayramı İsa'nın dünyaya gəlişini xatırladığımız və bunun sevincini bölüşdüyümüz müqəddəs gündür. Bu bayram sadəcə bir tarix deyil, Allahın insanlara sevgisinin ən böyük sübutudur. Müqəddəs kitabda yazılıb, Allah dünyanı o qədər sevdi ki, yeganə oğlunu verdi. Yəni milad Allahın insanlığa yaxınlaşdığı, ümid gətirdiyi anı bildirir. Bəs biz miladı niyə keçiririk? Çünki bu gün bizə xatırladır ki, qaranlığın içində işıq doğdu. Ümidsizliyə ümid, qorxuya sevgi, günaha bağışlanma gəldi. Milad insanı ruhlandırır, ürəkləri yumşaldır, insanlara daha çox mərhəmət və sevgi göstərməyə təşviq edir. Milad həm də bir çağırışdır. Allahın dünyaya göndərdiyi bu böyük sevginin qarşılığını həyatımızda göstərməliyik. Biz bu günü keçirməklə təkcə İsa'nın doğuluşunu xatırlamırıq. Həm də onun gətirdiyi dəyərləri, sülhü, ümidi və sevgini həyatda yaşamağa söz veririk.